Salam aleykum dostlar, hər vaxtınız xeyir olsun. Bakıxanov qəsəbəsindən Razindən sizi salamlayıram. Dostlar, səhifədə qoymuşam, 2 otaqlı mənzildir, Bakıxanovda icra hakimiyyətinin yanında, mərkəzi yolun üstü. Düz elə mərkəzi yolun üstündədir, 5 mərtəbəli binanın 1-ci mərtəbəsi, B etaj, qanuni 2 otaq, qiymət düşüb. 115.000 manatdan 110.000 manata. Bir dənə evin içində göstərəcəm, ətraflı baxın. Yəni indiki bazar üçün çox uyğun qiymətli, münasib qiymətli. Sənədlər damsı qaydasında. Gəl qardaşım. Orta blokdur, dəyərli izləyicilərimiz. Orta blokdur, geniş məhəlləsi, parkovkası, uşaqların oynamaq üçün yer, məhəlləsi də genişdir. Bu proyekt, dəyərli izləyicilərim, belə deyim də, fransız proyekti deyirlər, hamam tualet Leningrad'dakı kimi tam ad deyil. Hamam tualet təmirdən təzə çıxıb. Ümumiyyətcə evin təmiri normal vəziyyətdə. Bir dənə evdə çatışmayan, yüngülvari, onu da tam olaraq izah edəcəm inşallah, diqqətiniz məndə olsun. Və bura mənzilin zalı. Normaldir, yəni zalı zadı, ölçüləri normal. Pəncərəsi məhəlləsinə baxır, plastikdir, stil-istəyən dövlətindir, mərkəzi stil-istəyir. Bir dənə dəyərli izləyicilərimiz, evin qapıları dəyişməlidir, yəni o 100%dir. Qalan belə deyim də, təmir normal vəziyyət, mətləb evin yerində bir çəyini qalır. Sərgəli vəziyyətdə. Pəncərəsi də, mətbəxtin də pəncərəsi məhəlləsinə baxır. Boyları falan hamısı qaydasında, hamam tualet tam təmir. Gəl bu otaqda, yataq otağını da göstərək qalır. Burada dəyərli izləyicilərimiz, dediyim kimi evin qapıları dəyişməlidir, qalan təmir normal vəziyyətdə. Buradakı, belə deyim də, mərkəzi yola baxır, yola arası 10 metr məsafəsi var. Sənədlər tam qaydasında, evdə yaşayış yox, 5 mərtəbəli binanın 1-ci mərtəbəsi, bir etaj, yerdən yündür, mənişlik yox, mənzilin palbalı, quru, təmiz. Qiymət səhifədə qoymuşam dostlar, 115 ilə, indi 110.000 manata. Qiymətdə yenə də bir razılaşma olar, ev yəsi təcili satır. Yəni, müdirvari yenə də danışıq yeri olacaq. Zənginizi gözləyir.